Ümumdünya Səhiyyə Təşkilatı Baş Direktorunun yeni pandemiya xəbərdarlığı gündəm olub. Onun sözlərinə görə yeni pandemiya 20 il və daha çox müddətdə ya da elə sabah da ola bilər. Amma bu baş verəcək və bütün hallarda hazır olmalıyıq. Bəs bunun Azərbaycanda olması nə dərəcədə realdır və ölkə olaraq buna hazırıqmı? Bizi yeni pandemiyalar gözləyir. Bəli, yeni pandemiyalar gözləyir. Bu nə vaxt olar? 1 və 2 və 5 və 10 və bu tam bəlli deyil. Amma bunun olacağı 100% bəllidir ki, yeni pandemiyalar bizi gözləyir. Çünki virusların ciddi şəkildə mutasiyaya uğraması, yeni xarakterlər qazanması, eyni zamanda ekologiyada baş vermiş dəyişkənliklər, bunlar hamısı əslində yeni pandemiyalara qapı açır və gələcəkdə də bizi yeni bir pandemiyalar istər-istəməz gözləyir. Xəbərdarlıqda konkret hansısa virusun adı çəkilməsə də, Zakir Quliyev ehtimal olunan virusları sadaladı. Ehtimal olunan odur ki, bu qripin yeni bir pandemiyası ola bilər. Çünki qrip virusu çox ciddi şəkildə mutasiyaya uğrayan və xarakter dəyişdirən virusdur ki, hətta hər il biz qrip vaksin dediyimiz influenza əleyhinə vaksin vurulur ki, bunda hər il vurulma səbəbi odur ki, qrip vaksini qrip virusu, influenza virusu ciddi mutasiyaya uğrayıb dəyişkənlik göstərə bilir. Ona görə də ehtimal olunan odur ki, yeni bir qrip pandemiyası ilərləyən vaxtlarda gələcəkdə bizi gözləyə bilər. Ekspertlər deyir ki, mutasiyaya uğrayan virusların bir çoxunun asan yayılma özəlliyi var. Ona görə də hansı xəstəlik olmasından asılı olmayaraq gigiyenik qaydalara önəm vermək, maskadan istifadə etmək önəmlidir. Hətta pandemiyada olmayanda da belə, öskürək olan yerdə, belə deyək də, burun axmalar və s. aralı durmaq lazımdır. Əgər bu çoxalıbsa, bəli, mütləq maska lazımdır. Maska təkcə ondan ibarət deyil. Maska taxanda, həm də bu soyuq küləkli havalarda boğazımızı qoruyuruq biz. Boğazımızın normal istiliyini biz qoruyuruq. Və ona görə də bu maskalara biz xüsusi bir cərrahi əməliyyat kimi yox, gündəlik həyat tərzi kimi, məsələn, Yaponiyadakı kimi bunlara elə yanaşmaq lazımdır. Mütəxəssislər deyir ki, gün keçdikcə əhali sayı çoxalır və yoluxma potensialı yüksəlir. Bu baxımdan da daim mutasiyaya uğrayan virusların nə vaxtsa pandemiya yaratmaq ehtimalı yüksəkdir.